Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. Allahın salamı, rəhməti və bərəkəti üzərinizə olsun. 25-30 il müddətində ki, Vahabilərin ayaqları Azərbaycana asıldı. Bu unsürlər əhl-i sünnə qardaşlarımızın adından istifadə edib, özlərini əhl-i sünnə adlandırıb, şiələrin əksinə geniş şəkildə azardıqları qədər lüğətlər aparmağa başladılar. Bunlardan biri də namazda səcdə etmək haqqındadır. Bu əqidəsizlər iddia edirlər ki, şiələr namaz qılan zaman Allaha yox, möhrə səcdə edirlər. Onda biz də onlara sual edirik. Siz də namaz zamanı xalça üzərinə səcdə edirsiniz. Onda siz Allaha yox, xalça səcdə edirsiniz. Onda deyəcəksiniz ki, bizim niyyətimiz Allahdır. Biz də möhür üzərinə alnımızı qoyanda niyyətimiz nədir? Allaha səcdə etmək, Allah qarşısında səcdəyə getmək. İnsanın ən yüksək nöqtəsi yeri haradır? Alın. Şiələr namaz qılan zaman səcdədə Allaha səcdə etmək üçün özümüzün ən uca yeri olan alını torpaq üzərinə qoyub səcdə edirik. O pak, uca Allahımıza səcdə edirik. Alnımızı torpaq üzərinə qoyaraq, heç kəsin qarşısında baş əymədiyimiz zaman, heç kəsin qarşısında əyilmədiyimiz zaman, həm də ən uca bədən üzvümüz olan alnı heç kəsin qarşısında əymədiyimiz zaman, namazda o böyük yaradanın, o pak və ən uca olan Allahımıza səcdə edirik torpaq üzərində. Alnımızı onun qarşısında torpaq üzərinə qoyuruq. Möhür nədir? Bərkidilmiş torpaq. Torpağa biraz su qarışdırırsan, bərkidirsən və onun üzərində Allaha, onun üzərində Allaha səcdə edirsən. Burada nə var ki? Məgər Allah özü buyurmayıb ki, Quran oxumursunuz? Quran ayəsində Allah buyurur ki, biz sizə yeri səcdəgah qərarı verdik. Peyğəmbərimiz neyniyib? Axı, həmişə Peyğəmbər sünnəsindən danışırsınız. Peyğəmbərin dövründə məscidlərin yeri torpaq idi. Birbaşa o torpaq üzərinə səcdə edirdilər. Və yaxud da ki, həsir sərilirdi, həsir üzərinə o bir olan Allaha səcdə edirdilər. Amma müasir zamanımızda məscidlərə gətirib torpaq, daş, qum tökən deyilir ki, məscidlər toz torpağa batmasın deyib, torpağın bərkidilmiş hissəsi, torpağın bərkidilmiş növü, möhürü qoyub, möhür üzərində Allaha səcdə edirik. Səcdə olunmalıdır. Nəyə? Torpağa və torpaq cinsindən olan yeyilməyən və geyilməyən şey üzərində səcdə olunmalıdır o bir olan Allaha. Biz də onu yerinə getiririk də. Sizlər isə xalça üzərində səcdə edirsiniz. Onda siz Allaha yox, xalçaya səcdə edirsiniz. İndi mən sizə əhl-i sünnə alimlərinin, hədis alimlərinin, təsvir alimlərindən olan səcdə nəyi olunmalıdır haqda nümunələr gətirəcəm. Axı, başı çıxan, çıxmayan, qanan, qanmayan, sırazı başlayır qışqırbağı salmaya ki, dəlil, mənbə, Hakim Muşafiri sayılıb seçilən əhl-i sünnə hədis alimlərindən biri. Müsəlləh kitabı 3-cü cild, səhifə 102, Cabir ibn Abdullah Ənsaridən gətiribdir bu hədisi. Hakim Muşafiri. Zöhr namazını Peyğəmbərlə bir yerdə qıldıq. Daşları ovucumuzun içində soyudub səcdə edirdik. Hakim Muşafiri, Müsəlləh kitabı 3-cü cild, səhifə 102. Yenə də bu kitabın bu cildində səhifə 105-də digər bir hədis qeyd olunub. Ümamənin alına düşməsi məsələsi.
hədisi. Peyğəmbər sahabələri ilə namaz qılan zaman sahabələrdən birinin əmmaması alnının üzərinə düşür səcdə zamanı. Peyğəmbər işarə edir ki, əmmaməni alnından götür, alnını birbaşa yerin üzərinə qoy. Sonra yenə də qaymaq alimlərimizdən sayılan Əhl-i Sünnədə İbn Həcərin Təsvir kitabı səhifə 103 5-ci cild Rəzm deyir: Abdullah İbn Abbas mənə yazdı ki, ərva daşlarından bir-iki dənə mənə yolla, namazda səcdə etmək üçün. Abdullah İbn Abbası məzhəbindən asılı olmayaraq bütün müsəlmanlar qəbul edir. Onda Abdullah İbn Abbas o daşlara səcdə edir, Allaha yox. Və bir də nə üçün rəzmə yazdı ki, oradan mənə daşlar yolla? Yaşadığı yerdə daş yox idi, torpaq yox idi. Deməli, buradan o nəticə gəlir ki, müqəddəs yerlərin daşından, torpağından istifadə etmək daha yaxşıdır. Mərva dağı və Səfa dağı arasında İsmail əleyhissalamın, İsmail peyğəmbərin anası Həcərin gəzdiyi yerdir. Bizə ittiham ki edirlər, yaxşı, nə üçün yaşadığınız yerin torpağından götürüb möhür düzəltmirsiniz, Kərbaladan gətirirsiniz? O Kərbaladan nə üçün gətirirsiniz deyənlərə qoy bu olsun bizim cavabımız. İbn Abbas da nə üçün Mərva Safa dağlarından ona daş yollamağını istədi, səcdə etməkdən ötürü istəməydi də. Ay bədbəxt Vahabilər. Bu oldu sübut ki, həqiqətən namaz zamanı səcdə olunmalıdır. Torpaq üzərinə və yaxud da ki, torpaqdan olan, torpaq cinsindən olan yeyilməyən və geyilməyən şeyin üzərinə. Əhl-i Sünnədən də buna sübutlar, dəlillər gətirdik. Həm də müqəddəs yerlərdən olan daşın, torpağın nə olmağını sizlərə söylədik. İndi baxaq görək, bizə nöqsan tutanlar, bizim namazımızı doğru saymayanlar, bizlərin Allaha yox, möhrə səcdə etdiyimizi iddia edənlər bizim bu sualımıza cavab versinlər. Təhəvi, Hənəfi, Təhəvi, Hənəfi. Müxtəsər İxtilaf-ı Uləma kitabı Əbu Hənifədən nəql edir. İnsan səcdə edən zaman səcdə yeri nəcis olsa da alnını yerə qoya bilər. İndi bizə cavab verin görüm. Təhəvi, Hənəfi, Müxtəsər İxtilaf-ı Uləma kitabında Əbu Hənifədən nəql etdiyi bu hədisə nə deyirsiniz? Deməli, nəcis olan yerə də alın qoyub səcdə etmək olar. Bu biyyət deyil. Amma şiyyənin torpaq üzərinə alın qoyub Allaha səcdə etməyi biyyətdir. Sonra yenə də sizə misal. Müsənnəf İbni Əbu Şeybə 1-ci cild 237-ci səhifə. Oxuyun, baxın. Müsənnəf Abdülrəzzaq 1-ci cild 398-ci səhifə. Müsnədi Təyalisi 1-ci cild 13-cü səhifə. Və bir də Müsnədi Əhmədi Həmbəl və yaxud da ki ona Əl-Müsənnət də deyilir. Hədis gətiriblər. O, təriflədiyiz Ömərdən, 2-ci xəlifədən. Səcdə edərkən yer olmasa, başını qardaşının arxasına qoy. Cümə günü məsciddə adam çox olan zaman yer olmadıqda səcdə edərkən alnını qardaşının alnına qoy. Və hədisin səhih olmasına ey Vahabilər, Əhl-i Sünnə qardaşlarımızın adından danışan əqidəsizlər, sizin sırf öz aliminiz, Vahabi alimi Nəsruddin Əlbani
Bu yaxınlarda dünyasını dəyişib. Tamamul Minnə kitabında 1-ci cild 341-ci səhifədə bu hədisi gətirib və buyurur ki, hədis səhihdir. Cavab verildi buna. Deməli, 2-ci xəlifədən hədis gətiriblər. Əhl-i sünnə alimləri. Bir də təşkil edirəm. Müsnədi Tayalisi 1-ci cild 13-cü səhifə, Müsənnəf Abdul Rəzzaq 1-ci cild 398-ci səhifə, Müsənnəf İbn Abu Şeybə 1-ci cild 237-ci səhifə, Müsnədi Əhməd Həmbəl və yaxud da ki, Əl-Müsənnət adlanır. O kitab hədis gətirib Ömərdən və Ömər deyib ki, səcdə edərkən yer olmasa, başını qardaşının arxasına qoy. O biyyət deyil, deməli. Onda biz də deyirik, siz Allaha yox, qardaşınızın arxasına səcdə edibsiniz. Qardaşınızın arxasına səcdə edənlərsiniz, Allaha yox. Gəlin, şiyələrə şər böhtan atmayın. Gəlin, müsəlmanlar arasında ayrı seçkilik eləməyin. Müsəlmanları bir-birindən uzaqlaşdırmayın. Müsəlmanları bir-birindən ayrı salmayın. Sadə müsəlmanlar arasında nifaq toxumu səpməyin, ey vahabilər. Və ey bəzi başa düşməyən bu vahabilərin fitnəsinə uyan əhl-i sünnə qardaşlarımız. Gəlin bir olay. Gəlin həqiqi Allaha iman gətirənlərdən olay. Həqiqi Peyğəmbər sünnəsinə əməl edənlərdən olay. Allah hər birinizdən razı olsun. Allah qıldığımız namazları, tutduğumuz orucları, verdiyimiz zəkatları, yerinə yetirdiyimiz həcc ziyarətlərini qəbul etsin inşallah. Allah biz müsəlmanları bir-birinə mehriban etsin. Bir-birindən ayrı salmasın. İnşallah.